nə qədər ehtiyatla sürsəniz də, diqqətli olsanız da, qəzadan heç kim sığortalanmayıb. Amma onun icbari sığortası olsaydı, vurduğu zərəri sığorta şirkəti ödəyərdi. Sonraki peşmançılıqdan kənar olun, gərəkli olanı edin, mülki məsuliyyətinizi sığortalayın. İcbari sığortalar haqqında qanuna əsasən, avtomobiliyyət vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası zərər çəkən üçüncü şəxslərin əmlakına və sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsini təmin edir.